Qaçış aparatının yağlama qaydası bu üzərində verilir həmişə belə bir qalınlaşdırma. Lentanı qaldırırsınız. Bunun altında qeyri-adi bir yeri yoxdur, hamısı səhvdir. Sadəcə lentanı qaldırıb orta hissəyə, bu hissəyə, orta hissəyə bu 10-15 sm uzunluqda zigzag formada yağlamaq lazımdır ayda bir dəfə. Bu bitdikdən sonra böyük qablaşdırmalar olur. Böyük qablaşdırmalarını necə etmək olar? 10 qramlıq şpris çəkirsiniz, yenə də lentanı qaldırıb bir altdan bu hissəyə, bir də 10 qram da bu hissəyə ayda bir dəfə yağlamaq lazımdır. Sonra isə çıxırsınız lenta qaçış aparatının üzərinə, ayaqlar qıraqda, ilk növbədə burada. Startı vurursunuz, fırlanandan sonra çıxırsınız üzərinə və 20-25 saniyə gəzirsiniz. Ondan sonra 3 xoda qoyub bir dəqiqə öz-özünə fırlanır, ondan sonra dayandırmaq lazımdır. Və yaxud bəzi qaçış aparatlarında burada da var. Bunlar nə qaldırırsınız? Qaçış aparatının lentasını bunu çıxardırsınız. Bunun içində şlanq var. Şlanqa yarısını bura tökürsünüz, yarısını bura. Böyük qablaşdırma isə yenə 10 qramlıq şpris, 10 qram bura, 10 qram bura. Ayda bir dəfə. Bir dəqiqə falan da belə dikinə şəkildə qaldıqdan sonra buradan vurursunuz. Bu qədər.